Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük və bugün sizinlə ənənəvi olaraq həftənin 2-4 şənbə günləri üçün olan canlı yayımıza başlayırıq. Bugünkü mövzu məktəbin demokratik idarə edilməsi və ya məktəbdə kollegial idarə etmə orqanlarından danışacağıq. Bu orqanlar necə təşkil olunmalıdır, necə fəaliyyət göstərməlidir və bu onların hüquqi əsasları necə olmalıdır? Mən ilk növbədə ümumiyyətlə demokratik idarə etmə məktəblərimizdə varmı? Bu suallara birlikdə cavab axtaracağıq və sizdən xahişim canlı yayımı bəyənin, paylaşın. Mən də bir neçə qrupda paylaşdıktan sonra sizinlə birlikdə bugün elan etdiyimiz mövzulardan danışacağıq. Və ikinci bir məsələ isə keçən canlı yayımızda 201 nömrəli məktəblə bağlı Bakı Şəhər Təhsil İdarəsi hələ bundan sonra həmin məktəbdə problem 2003-cü ildən yaranıb. Və Bakı Şəhər Təhsil İdarəsi bildirir ki, hələ bundan sonra demək, həmin məktəblə bağlı araşdırma aparılacaq, hələ bundan sonra, 2 ildən sonra. Və lazım gələrsə, qanunvericiliyin tələblərinə uyğun olaraq addım atılacaq. Çox maraqlıdır, yiyəsi olmayan, arxası olmayan məktəb direktorları ilə bağlı nöqsan oldu, olmadı. Əgər nöqsan hesab edirlərsə, dərhal qısa bir müddətdə tədbirlər görürlər. Və məktəblərin birində nə az, nə çox, demək, 2 ildir böyük konflikt edir. Məktəb direktoru müəllimləri təhdid edir. 2 ildir məktəbin işçiləri məhkəmə qapılarındadır. Direktorun vədlərinə inanaraq, demək, digər bir müəllimin üzünə duran və belə deyək, haqsız şikayətə akta imza edən 40-a yaxın müəllim demək, məhkəməyə verilib və bu proses miqyasına görə, nəyə görə bu məsələyə dayanıram? Bu proses miqyasına görə ölkə məktəbləri arasında demək olar ki, ən böyük məktəb konfliktlərindən biridir. Orta hesabla təqribən 50-yə yaxın bir məktəbin ümumilikdə 80-ə yaxın müəllimi var, onun 3də 2-si demək 50-yə yaxın müəllim hüquq mühafizə orqanlarına, o cümlədən daha sonra demək, məhkəmə orqanlarına ya şikayətçi, yəni iddiaçı, yaxud da cavabdeh və yaxud da şahid qismində cəlb olunur. Məktəbdə təhsil mühiti tamamilə dağıdılıb. Bütün məktəbə ancaq bu intriqadan danışır. Amma çox maraqlı olan odur ki, hələ ki, demək, orada Bakı Şəhər Təhsil İdarəsi heç bir araşdırma aparmayıb. Məsələ ictimailəşəndən sonra, indi hələ deyilir ki, məsələ ictimailəşdikdən sonra, hələ indi fikirləşirlər ki, gələcəkdə, açıqlamaya baxın, demək, gələcəkdə bu məsələ ilə bağlı araşdırma aparılacaq və lazım gələrsə, müvafiq qanunvericiliyə uyğun olaraq addım atılacaq. Mən başa düşə bilmirəm, bu məsələdə hansı lazım gəlməkdən danışılır. Məktəb bütün günü problemlərlə, bu konfliktlə boğuşmaqdadır. Təbii ki, konflikt olan bir müəssisədə təhsil prosesinə mənfi təsir göstərir, ciddi problemlər yaranır. Amma bunların içərisində hələ ki, Bakı Şəhər Təhsil İdarəsi bundan sonra fikirləşir ki,
demək, orada tədbirlər görmək lazımdır. Və problem buradadır. Canlı yayımı bəyənin, paylaşın. Bugün sizdən məktəbdə kollegial idarəetmə orqanlarından danışacağıq. Pedaqoji şura ilə bağlı bir neçə dəfə danışmışıq, amma müəyyən məsələlərə aydınlıq gətirəcəyik. Pedaqoji şura, eyni zamanda metodiki şura, məktəb şurası, daha sonra valideyn müəllim komitəsi, valideyn məktəb komitəsi, şagird parlamenti, ümumiyyətlə kollegial orqanlardan danışacaq. O baxımdan sizdən xahişim canlı yayımı bəyənin, paylaşmaqda dəstək olun. Bir neçə dəqiqə biz artıq mövzu ilə bağlı müzakirəyə başlayacağıq. Amma mövzu ilə bağlı müzakirəyə başlamamışdan öncə əsas məsələ olan həmin məktəblə bağlı kiçik bir yenidən, mən deyirəm, məktəbdə təhsil mühiti bu günə düşüb. Bir sessiyasını dinləyin. Demək, bir sessiyasını dinləyin və ondan sonra Bakı Şəhər Təhsil İdarəsi qərar versin ki, nə vaxt başlayacaq araşdırmaya. Və əslində araşdırma aparılıb, çox məlum məsələdir ki, Bakı Şəhər Təhsil İdarəsi özü bilirsiniz ki, 3 ildir başsızdır. Yəni, idarənin müdiri yoxdur. Müavinlər demək olar ki, 2 dəfə dəyişib. Uzun müddət idi ki, 1 ildən artıq idi ki, hətta 2 il yaxın idi ki, ümumi təhsil şöbəsi yeri boş idi. Dünən ümumi təhsil şöbəsinə müdir təyin olunub. Və reallıq odur ki, Bakı Şəhər Təhsil İdarəsi tamamilə idarə etməz bir vəziyyətdədir və nəticə etibarı ilə burada Bakı Şəhər Təhsil İdarəsinin hansısa bir məsələni araşdırmağına inanmıram. Amma ilk öncə buradakı işlənən ifadələrə görə üzr istəyirəm və məktəbdə hal-hazırda yaşanan vəziyyəti diqqətinizə çatdırmaq istəyirəm. Fikir verin. Adına hansısa şərəfsizlər filan kəs tapşırıb filan şeyi paylaşın. Belə ölsəniz, Bunu direktor deyir. canınızla çıxsa siz təmizada ləkə vuranmazsınız. Şək yerə. Birdən. Çəkilən, bəli, direktorun adına hansısa şərəfsizlər filan kəs tapşırıb filan şeyi paylaşın. Belə ölsəniz də, canınızla çıxsa siz təmizada ləkə vuranmazsınız. Şərəfsizlər. Gedin, siz 70 min. Səsini qaldırma. Səsim səsindən də hündürdür. 70 min uğurlanmış malın pulunu silmişsən sən. Cinayət eləmişsən sən. Ondan danış. Sən məni saxta sənədə qol çəkdirmişsən. Ondan danış. Burada artistlik eləmə. Şərəfsiz mən deyiləm. Şərəfsiz sənsən ki, dövlətin malını yemsən. Aydındır. O şərəfsiz sözünə görə cavab verəcəksən. Verəcəksən. Görəcək. O boyda pulu uğurlanmış malı necə silmişsənsə, mən sənə o cür məhkəmələrdə polisə vermişəm. kim deyil? Zal deyil. Adam kimdir? Şərəfsiz. Görün, demək, məktəb direktoru orada olan müəllimlərə toplantıda bir də müəllimləri məcbur edir ki, məktəbdən silinən və yaxud da uğurlanan əşyalara görə bir də həmin müəlliməyə, başqa bir qadın müəlliməyə şərəfsiz desinlər. Fikir verirsiniz səsin sonunda. Diqqət edirsiniz orada. Bir də Sözünə görə cavab verəcəksən. Verəcəksən. Görəcək. O boyda pulu uğurlanmış malı necə silmişsənsə, mən sənə o cür məhkəmələrdə polisə vermişəm. Kim deyil? Zal deyil. Adam kimdir? Şərəfsiz. görürsünüz. Adam kimdir? İclasa üzünü tutur. Müəllimlər də deyil şərəfsizdir. Çünki direktor müəllimləri təhrik edir ki, digər bir müəllim yoldaşına qarşı bir xanım, özü hamı da xanımdır. Demək, şərəfsiz desinlər. Bakı Şəhər Təhsil İdarəsi də deyir ki, biz başlayacağıq bundan sonra araşdırma aparmağa. Və direktor da iclasda deyir, bu adam kimdir? Əlini uzadır ona.
Müəllimlər də direktorun qorxusundan digər bir müəllim yoldaşına deyir ki, bu adam şərəfsizdir. Və bu vəziyyət 201 nömrəli məktəbdədir. Bakı Şəhər Təhsil İdarəsi isə deyir ki, biz araşdıracağıq. Əslində nə baş verir? Bakı Şəhər Təhsil İdarəsi 201 nömrəli məktəbə müdaxilə edə bilmir. Bu reallıqdır. Bax, məsələnin kökü burada budur. Ki, orada Bakı Şəhər Təhsil İdarəsi 201 nömrəli məktəblə bağlı addım ata bilmir. Və mətbuatı da və maraqlananları da demək, onlara da məlumat verir ki, yaxın zamanda addım atılacaq. Məsələn, bu idarə etmə orqanlarının iflis vəziyyətində olmasını sizə çatdırmaq istəyirəm. Dəyərli həmkarlar, məktəblərdə bilirsiniz, indi yuxarı siniflərdə ümumiyyətlə uşaq tapmaq çətindir. Son bir həftə, 2 həftə ümumiyyətlə yuxarı sinif uşaqlarla bağlı vəziyyət kritikdir. Və məsələnin digər bir tərəfindəki bilirsiniz ki, artıq uşaqlar buraxılış imtahanlarını veriblər. Davamiyyət aşağı vəziyyətdə, bu da idarə etməyə birbaşa təsir edir. Məktəblərdə bu və ya digər problemli situasiyalar hər gün gəlməkdədir. Az qala hər gün 5, 6, 7 məktəbdən bu kimi hallar adam istəmir ki, bu vəziyyətdə olsun. Əslində, mən çox istərdim ki, mənim ümumi təhsillə bağlı informasiyalarımı sizdən fərqli şəkildə bölüşüm. Yəni, burada təcrübə mübadiləsi aparaq, bir-birimizdən nələrisə öyrənək. Bax, məsələ oradadır. Demək, bugün sizdən, bugünkü mövzumuz sizdən məktəbdə kollegial idarə etmə orqanları hansılardır və bunların vəzifələri nədən ibarətdir? Mən çox istərdim ki, təhsil idarə etmə orqanları, regional təhsil idarələri, o cümlədən Bakı Şəhər Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu məktəblərdə kollegial orqanlarının fəaliyyətini canlandırsınlar. Birinci Pedaqoji Şura, bilirsiniz ki, Pedaqoji Şura əslində Təhsil Nazirinin 19 noyabr 2010-cu il tarixli 1486 nömrəli əsasnaməsi var ortada. Əslində qanunvericilik deyir ki, həmin əsasnamə hər bir ümumi təhsil məktəbinin özünün belə deyək, nizamnaməsi zamanı orada hökmən o məktəbin Pedaqoji Şurası ilə bağlı əsasnamə olmalıdır. Əsasnamə bir fəaliyyətin təşkilidir. Nizamnamə bir müəssisənin idarə olunmasının qaydalarıdır. Yəni, nizamnamədə Pedaqoji Şura haqqında əsasnamə olmalıdır. Nizamnamədə sinif rəhbəri haqqında əsasnamə olmalıdır. Nizamnamədə demək, metodiki şura haqqında əsasnamə olmalıdır. Nizamnamədə metodiki fən, metodiki birləşməsi haqqında əsasnamə olmalıdır. Nizamnamədə deyək ki, kitabxana fəaliyyətinin əsasnaməsi olmalıdır. Nizamnamədə məktəbin valideyn komitəsinin və yaxud da valideyn şurasının və yaxud da ki, məktəb valideyn asosiasiyasının əsasnaməsi olmalıdır. Nizamnamədə məktəbin şagird parlamentinin əsasnaməsi olmalıdır və s. Və ümumiyyətlə, kollegial idarə etmə orqanları nə üçündür? Kollegial idarə etmə orqanları bir təhsil müəssisəsinin demokratik şəkildə idarə olmasının əsasıdır. Və demokratik idarə etmə deyərkən, yəni orada qərarlar kollegial şəkildə, hamının birlikdə iştirak etdiyi bir şəkildə demək qəbul edilir. Amma doğrudanmı demokratikdir Pedaqoji Şura, demokratik idarə etməndə? Məktəbin direktoru Pedaqoji Şuranın sədridir. İşte bu bizim ali təhsil müəssisələrində elmi şuralara aiddir. Əgər bir müəssisənin kollegial orqanının rəhbəri eyni zamanda məktəbin inzibati idarə etməsinin rəhbəridirsə, orada hansısa bir demokratik idarə etmədə söhbət gedə bilməz. Hələ, bax, bir qədər öncə səsini eşitdiyimiz
201 nömrəli məktəbdə məktəb direktoru əgər müəllimləri təhrik eləyirsə ki, filan müəllimə şərəfsiz deyin, belə məktəblərdə pedaqoji şuranın hansısa demokratik idarə etmə qurumu olmasını ümumiyyətlə qəbul eləmək absurddur. Canlı yayımı bəyənin, paylaşın, zəhmət olmasa müəllim yoldaşlara göndərin və fikirlərinizi də yazın rəy bölməsində. Və əsas məsələ nədir? Burada biz istər Elşən Qafarov demək Tam TV kanalında demək bir dəqiqə üzr istəyirəm, mən taq eləməmişəm yoldaşlarım. Demək, Tam TV YouTube kanalında da siz demək bu videolara baxa bilərsiniz. İndi birbaşa baxa bilməyənlər, amma istənilən halda mövzu ilə bağlı fikirlərinizi söyləməyiniz, bildirməyiniz xahiş olunur. Burada digər bir məsələ nədən ibarətdir? Bu Elşən Qafarov Tam TV YouTube kanalında demək bizim pedaqoji şura ilə bağlı bir neçə videolarım var. O cümlədən metodiki işin təşkili ilə də bağlı bir neçə videolar var. Mənim sizdən xahişim demək pedaqoji şura haqqında çox danışmayacağım, biləsiniz. Və pedaqoji şura ilə bağlı demək əsas məsələləri mən o YouTube kanalında açıqlamışam. Demək, amma burada digər bir məsələ var. Bu məsələ ondan ibarətdir ki, bizdə metodiki şura, bilirsiniz ki, Təhsil İnstitutu ardıcıl 3 ayda artıq ikinci dəfədir müasir metodist müsabiqəsi keçirdir. Və bu yaxınlarda da dünən, yoxsa 2 gündən öncə də paylaşmışdım. Təhsil İnstitutu rəhbərinin bu müasir metodist layihəsini həyata keçirən bu zatın özünün metodiki iş nədir, metodiki fən birləşməsi nədir, metodiki şura nədir, bundan anlayışı varmı? Təsəllüm, müsahibəqəni keçirəndən sual verirəm və inanıram ki, adım qədər əminəm ki, bu adamın bundan anlayışı yoxdur. Nəinki ondan ümumiyyətlə təsir etmir. Amma burada məlum məsələdir ki, bu məsələ nə üçün keçirilir? Və məsələnin digər bir tərəfi odur ki, metodiki şuranın əsaslanması olmalıdır. Nədir metodiki şura? Məktəbin bütün fən metodiki birləşmələrinin rəhbərinin, məktəbin aparıcı müəllimlərinin və demək birləşdiyi, məktəbin pedaqoji şurada və tərkibinin təsdiq olunduğu, məktəb direktorunun əmri ilə tərkibinin təsdiq olunduğu bir kollegial orqandır. Məktəbin fəaliyyətinin 8 istiqaməti vardı. Biz sizdən danışmışdıq. Bu 8 istiqamətdən biri də metodiki işin təşkili və idarə olunmasıdır. Həmin ümumi təhsil məktəblərində metodiki işin təşkili və idarə olunması məhz metodiki şura vasitəsilə həyata keçirilir. Metodiki şuranın rəhbəri tədris işləri üzrə direktor müavinidir. Əgər bir məktəbdə bir neçə metodiki, tədris işləri üzrə, yəni təlim-tərbiyə dediyimiz tədris işləri üzrə direktor müavini varsa, bu zaman iş bölgüsü zamanı məktəb direktoru o demək əmrlə o müavinlərdən metodiki işin təşkilini birinə həvalə edir. Metodiki şuranın ayda bir dəfədən az olmayaraq iclasları keçirilir. Həmin iclaslarda nələr müzakirə olunur? Və məktəbin metodiki şuranın əsasnaməsi məktəbin nizamnaməsində olmalıdır. Azərbaycan Respublikası 34 ildir müstəqillik qazanıb, müstəqilliyin bərpa edilib. Bir neçə gündən sonra biz müstəqillik günümüzü qeyd edəcəyik və müstəqilliyin bərpasından 34 il keçir. Hələ də bizim ümumi təhsil məktəblərimizin fərdi nizamnaməsi yoxdur. Yəni, nizamnamə nədir? Nizamnamə dedik ki, o məktəbin idarə olunmasının hüquqi əsasıdır. 34 ildir ümumi təhsil məktəblərinin idarə olunmasının hüquqi əsası yoxdur.
faciənin miqyasını izah edə bilirəmmi? Bildiyim qədər 15-16 təhsil naziri dəyişib. Və indiyə qədər heç birinin yanında, heç birinin dövründə, o cümlədən də son 5 ildə rəhbərlik edən Emin Əmrullayevin dövründə məktəbin nizamnaməsi qəbul edildi. Bu məsələnin bir tərəfi. Digər bir tərəf. Təkcə ümumi təhsil haqqında qanunda 18 dəfə, təhsil haqqında qanunda isə 16 dəfə məktəbin və yaxud da təhsil müəssisəsinin nizamnaməsinə eyham vurulur. Məktəbin nizamnaməsində dedik bunlar olmalıdır. Ayda bir dəfədən gec olmayaraq metodiki şuranın iclası keçirilməlidir. Bir dəfədən gec olmayaraq. Və bu metodiki şuranın və iclaslarında nələr müzakirə olunur? Hər ay üçün fənn metod birləşmələrinin hesabatı. Fənn metod birləşmə rəhbərləri həmin ay ərzində metod birləşmələrin hesabatlarını orada səsləndirirlər. Məktəbin ayrı-ayrı istedadlı uşaqlarla fərdi iş planları orada müzakirə olunur. Məktəbdə həyata keçirilən metodiki tədbirlərlə bağlı hesabatlar, çıxışlar və yaxud da qarşıdakı zaman üçün həyata keçiriləcək metodiki işlər müzakirə olunur. Hər bir ümumi təhsil məktəbi metodiki innovasiya, yəni metodiki yeniliklərin mərkəzidir. Biz məktəblərimizdə bu 34 il ərzində hələ də fənn metod birləşməsinin əsasnaməsini yaratmamışıq. Təkrar edirəm, əsasnamə nədir? Əsasnamə bir fəaliyyətinin əsasını təşkil edir. Nizamnamə isə bir qurumun, bir müəssisənin, bir təşkilatın daxili idarə edilməsinin qaydalarını müəyyən edir. İç qaydalardır. Daxili qaydalardır. Və məsələnin kökündə budur. Yoxdur metodiki şura. Ölkənin olar, demək olar ki, mənə rast gəlməyib. Metodiki şuranı təşkil edən, metodiki şuranı idarə edən, məktəbdə metodiki işin mərkəzdə, məktəb üzrə mərkəzləşmiş qaydadır. Əlimiz nəyə çatdı? Rayon təhsil, regional təhsil şöbələrində metodiki kabinetləri ləğv elədi. Hələ də fəaliyyəti bəlli olmayan və Elm və Təhsil Nazirliyinin də ağzı köpüklənə bəhbəylə təriflədiyi və 95 məktəbdə səhv eləmirəmsə dedi ki, bizim müasir metodistlərimiz var. Və bunların sayının bir neçə yüz nəfərə çatdırılacağı gözlənilir. Və deyilənlərə görə müasir metodist layihəsinə 2025-ci il üçün 7 milyon manat vəsait ayrılıb. Təsəvvür edirsiniz. Fikirlərinizi rəy bölməsində yazın. Rəy bölməsində yazın və demək suallarınızı yazın, bir qədər sonra suallarınızı cavablandıracaq. Eyni məsələ, metodiki şura ilə bağlı dediyimiz məsələ demək eyni zamanda metodiki birləşmələrə də aiddir. Fənn metod birləşmələrinə. Mən burada başlıqda bilməyərəkdən fənn metod birləşmələrini heç yazmamışım. Fənn metod birləşmələri. Fənn metod birləşmələrlə də bağlı əsasnamə yoxdur. Bugün fənn metod birləşməsinin rəhbəri kim olmalıdır? Ali təhsilli olmalıdır. Ümumi təhsil haqqında qanunun 1-ci maddəsi bunu tələb edir. Müasir təlim metodlarını və təlim strategiyalarını eyni fənn üzrə tədris edən müəllimlərdən daha yaxşı bilməlidir və həmin müəllimlərə bələdçilik etməlidir. Varmı məktəblərimizdə? Metodiki iş olmayan məktəbdə tədris və tərbiyəni təşkil etmək mümkün deyil. Bir də psixoloji işin təşkil olmadığı məktəbdə tədris və tərbiyəni təşkil etmək mümkün deyil. Yəni, tədrisin təşkilinin mayası, binövrəsi
metodiki işləyirsə, təbii ki, tədris düzgün təşkil olunan tərbiyə işi də qaydasında olur. Eyni zamanda psixoloji iş. Faciə ondadır ki, məktəblərimizdə nə psixoloji işi təşkil edirik, nə də metodiki işi. Tədris gördüyünüz vəziyyətdədir. Kimdir günahkar? Üzdə olan müəllim. Kimdir günahkar? Üzdə olan direktor. Kimdir günahkar? Üzdə olan məktəb. Amma hər birimiz bilməliyik ki, əgər sistemi bu dərəcədə bərbad hala salınıbsa, bu sistemin başına gətirilən inzibati strukturda işləyənlərdir birbaşa cavabdır. Birbaşa başda Emin Əmrullayev olmaqla Elm və Təhsil Naziri. Başı təlimlərə, kurslara, imtahanlara, layihələrə qarışan təhsil institutunun rəhbəri. Bütün bu metodologiyaları təhsil institutu işləməlidir. Eyni zamanda təhsili yerli idarə etmə orqanıdır. Bax, məsələnin mahiyyəti budur. İlim müəllimi vardı. Dedi ki, yaxşı, bunu layihəyə çevirdik. Layihələr, qrant layihəsində hansı vəziyyətdə keçirilir, hamı görür bunu. Pedaqoji mühazirələr keçirirdik. Dayandı. Niyə? Çünki pedaqoji sahədə innovasiyalara meyilli, metodiki işi təşkil etməkdə innovasiyalara meyilli müəllimlər üzə çıxacaqdı. Bugün təhsili idarə edənlərə bu sərf eləmir. Şərabçılıq zavodundan gələn adam nə bilir? Metodika nədir? Aqrar sahədən gələn adam nə bilir metodika nədir? Mən canlı yayımların birində demişəm. Aqrar sahədə təhsil alan və indi bu saat başqa strukturdadır. Açıq şəkildə deyir ki, Azərbaycan təhsilində metodika olmayıb, yoxdur və olmayacaqdır. Metodika ilə başımızı niyə ağrıdaq? Təsəvvür edirsiniz yanaşmanı. Yəni, aqrar mütəxəssis gözü ilə təhsilə baxmaq budur. İndi şərabçılıq zavodundan gələnlər də o gözdən baxırlar. Şəkər zavodundan gələn o gözdən baxır. Axı bu metodiki iş, metodiki sahə, bu pedaqoji sahədir. Pedaqoji sahədə təhsili olmayan, təcrübəsi olmayan şəxslərin Elm və Təhsil Nazirliyə müddəya doldurulması, gözü bağlı təyinatlar, kimin uşağıdır, kimin yeznəsidir, kimin qızıdır, kimin gəlinidir və yaxud da kimin dostudur, kimin sinif yoldaşıdır. Bu şəkildə kadr təyinatı olmaz axı. Bugün bizim təhsil sistemində kifayət qədər işləyən bizim çox məhsuldar, çox bacarıqlı məktəb direktorlarımız var. Bu məktəb direktorları kölgədə qalır. Səslərini də çıxarda bilmirlər, çıxardacaqlar. İndi yaşın bu vaxtına haradan gedib iş tapsınlar. Harada özləri kimi, özləri ağılda, özləri geyimdən tutmuş danışıqacan, xarakterəcən, özləri tipindən nə varsa onlar irəli çəkilir. Hansı ki, bir sinifi idarə edə biləcək səviyyədə deyil. Bax, hələ 201 nömrəli məktəbin direktoru, iftari sinif müəllimi, sonra rayon şəhər təhsil şöbəsində metodist, əvvəlki metodistləri də bilirsiniz də, aylıq hər məktəbin özünün və ibtidai siniflər üzrə metodist olmağın xüsusi bir statusu vardır. Çünki ibtidai sinif müəllimləri həmişə bütün salama, belə deyək, dırnaq arası həmişə müsbət cavab verən olublar. Daha sonra paytaxta təhsil idarəsinə, daha sonra kollecə direktor, sonra da o məktəbə. Təsəvvür edirsiniz? Özünüz gördünüz o səsdə. Müəllimlərə deyir ki, bu adam kimdir?
Müəllimlər də bunun qorxusundan deyir ki, şərəfsizdir. Xorla deyirlər, 4-ü 5-i birdən deyir. Azərbaycan məktəbinin bugün düşdüyü gündür bu. Azərbaycan məktəbinin reallığıdır bu. Müəllim valideyn komitəsi məktəblərimizdə yoxdur. Müəllim valideyn komitəsi, özür istəyirəm, məktəb valideyn komitəsi necə formalaşır? Məktəb valideyn komitəsi sinif valideyn komitələrindən, yəni sədrlərindən ibarətdir. Məktəb üzrə neçə sinif varsa, hər sinifin valideyn komitəsi. Və bu valideyn komitələrinin də əsasnaməsi yoxdur. Sovet dövründə köhnə bir əsasnamə var. Heç məktəb direktorlarında, təhsil idarə etmə orqanlarında, valideyn komitələrində də o əsasnamədən anlayışı yoxdur, xəbəri yoxdur. Məktəb valideyn komitəsi, sinif valideyn komitəsidir. Sinif valideyn komitəsi bir nəfərdən ibarət deyil. Azı 3 nəfərdən ibarətdir. Və burada dövrü olaraq sədrlik birindən digər valideynlərlə əlaqə bir nəfərdir, məktəblə əlaqə birdir, məktəbdən kənar fəaliyyəti, ekskursiyalar, digər tədbirlərə bir nəfər cavabdeh olur, iş bölgüsü aparılır. Və dövrü olaraq deyək ki, 3 aydan bir, 5 aydan bir, tədris ilinin sonuna 3 nəfər və yaxud da 5 nəfər də ola bilər. Sədr ola bilər. Məktəb üzrə valideyn komitəsinə, sinif üzrə sədr olanlar, sinif valideyn komitəsinin sədr vəzifəsini daşıyanlar həm sinifi orada təmsil edirlər. Varmı məktəblərdə məktəb valideyn komitəsi? Əsasnaməsi varmı? Yoxdur. Halbuki dünyanın təhsil inkişaf etmiş, inkişaf etməkdə olan bütün təhsil sistemlərində ümumi təhsil və məktəbə qədər təhsil sistemində, yaşı 18-dən aşağı olan bütün sistemlərdə, demək, bütün sistemlərdə məktəb valideyn komitəsi əsas şərtdir. Məktəbin dövlət ictimai idarə etməsi ilə birbaşa əlaqədardır. Ümumi təhsilin dövlət standartlarının 3-cü maddəsinin, yəni 3-cü maddəsinin 3.5-də, 5-ci hissəsində, 5-ci bəndində göstərilir ki, ümumi təhsil məktəbinin idarə olması dövlət ictimai xarakter daşıyır. Eyni zamanda təhsil haqqında qanunun 30-cu maddəsi. Eyni zamanda ümumi təhsil haqqında qanunun 20-ci maddəsində konkret göstərilir ki, ümumi təhsil məktəbinin idarəsi dövlət ictimai xarakter daşıyır. Yəni, məktəb valideyn komitəsi məktəbin idarə edilməsində iştirak edə bilirmi? 16 məktəbi yalandan elan eləmişik publik hüquqi şəxs. Bu publik hüquqi şəxsin publik hüquqi şəxs olan dövlət ümumi təhsil məktəbinin idarə etmə strukturu necədir? Axı, bu dövlət ictimai idarə etmənin orada mövqeyi olmalıdır. Yəni, orada görünməlidir axı. Və müşahidə şurası olmalıdır. Məktəbin idarə edilməsi üzrə olmalıdır axı. Publik hüquqi şəxsin necə olacaq? Ştat vahidlərini qanunvericidir ki, publik hüquqi şəxs özü müəyyən edir. Nizamnaməni özü qəbul edir. Cəmi 8 maddədən ibarət bir nümunəvi nizamnamə publik hüquqi şəxs olan dövlət məktəblərinin nümunəvi nizamnaməsini təsdiq eləmişik 13 iyun 2024-cü ildə. Bilirsiniz, formal olaraq bunları qəbul edib həyata keçirmək nə anlam var, nə mənası var? Və digər bir məsələ, bunu da deyim, sonra keçək sizin suallarınızı. Şagird parlamenti. Məktəblərdə uşaq birliyi rəhbəri var. Uşaq birlikləri yoxdur. Onda hansı birliyin rəhbəridir? Uşaq birliyinin rəhbəri. Hansı birliklər? Və yaxud da UBT-dir, Uşaq Birliyi Təşkilatının rəhbəri. Var mı təşkilat? Yoxdur. Şagird parlamenti var mı? Yoxdur.
şagirdlərin özünü idarə, məsələn, ali məktəblərdə, orta ixtisasda, orada tələbə təşkilatları var və s. Şagird parlamenti var mı? Yoxdur. Məktəbləri məcbur edirik ki, kiçik akademiya yarat. Kiçik akademiya nədir? Ümumiyyətlə, o məktəb rəhbərinin özünün anlayışı varmı? Açın, Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli qərarı. Baxın, lisey, gimnaziyalara vermiş, yəni ümumi təhsil məktəblərinin növlər üzrə meyarlardır. Hansı məktəblərə vermiş, tələb hansıdır? Təhsil lisey və gimnaziyalarda deyir ki, lisey və gimnaziyalar elmi təşkilat, elmi təhqiqat institutu, ali təhsil məsələlərinə əməkdaşlıq etməlidir. Kiçik akademiyanın da missiyası, məhz elmi təşkilat, ali təhsil müəssisəsidir. Elmi təşkilat deyəndə Elmlər Akademiyasıdır. Elmi təhqiqat institutlarından tədqiqatçılıq bacarı olan şagirdlərdə bu tədqiqatçılığı inkişaf etdirmək, onları ali təhsil müəssisələrinin, elmi təhqiqat institutlarının, Elmlər Akademiyasında aparılan təhqiqatlarla əlaqələndirmək, yəni stimullaşdırıcı, motivasiya edici bir təşkilatdır. Bu, şagird özünü idarə orqanı deyil. Ömründə bir dəfə də olsun bir metodiki məqalə yazmayan orta məktəb müəllimi kiçik akademiyanın sədri seçilir. Baxın kiçik akademiyanın əsasnaməsinə 2008-ci ildə yaradıldı. Ümumi təhsil məktəblərdə elmi təhqiqata meyilli olan şagirdlərin ali təhsil müəssisələrinə, elmi təhqiqatına əlaqələndirilməsi üçün. Kiçik akademiya şagirdlərin özünü idarə etmə orqanı deyil. Necə gəldi bütün məktəblərdə yalandan yaratmağın adı da yoxdur. Təkrar edirəm. Konkret Nazirlər Kabinetinin qərarı var. Aydındır mı? Və bu kollegial orqanlardan bugün üçün deyəcəyim budur və görürsünüz, ümumi təhsil məktəblərində adını qoymuşuq demokratik idarə etmə. Siz baxın görün, ümumi təhsil məktəbinin demokratik idarə etməsinə nə əsər əlamat var? Ən faciəli tərəf də odur ki, bəhbə ilə biz, belə deyək, publik hüquqi şəxsə gedirik. Nədir publik hüquqi şəxs? Nə publik hüquqi şəxs elan olunan 16 məktəbin rəhbəri bilir. Bu bizim üçün yenilikdir. Nə o məktəbləri idarə edən şəxslər bilirlər. Nə də ki, bu publik hüquqi şəxsə keçid üçün hüquqi bazı yoxdur. Nə informasiyalı kadrlar var, nə hüquqi bazı yoxdur və deyirik ki, biz gedirik kosmosa. Nədir kosmos? Nə gözləyir bizi? Peykimiz var mı? Bu sahada bilgilərimiz, informasiyamız var mı? Avadanlıqlar var mı? Texnologiya var mı? Mexanizm var mı? Heç nəyimiz yoxdur. Amma biz publik hüquqi şəxsə gedirik. Artıq indidən bəllidir ki, formal keçiriləcək. Amma publik hüquqi şəxsə keçid doğrudan da keçid prosesi ən azı belə minimal şəkildə doğru aparılsa, bu sistem dünyanın əksər ölkələrində tətbiq olunan sistemdir və öz effektivliyini verir. Amma bu şəkildə publik hüquqi şəxsə keçid heç bir effekti olmayacaq. Bu reallıqdır. Mənim bugündən bağlı deyəcəklərim bunlardır. Suallarınız varsa buyurun. Sizin suallarınıza cavab verəcəyik. Görək. Nəzkət xanım soruşur ki, niyə belədir? Ona görə ki, təhsili idarə edən şəxslərin təhsilin təsindən xəbəri yoxdur, anlayışları yoxdur sadə. Təhsili bir market gözü ilə idarə edirlər. Biraz böyük market. Super, hipermarket. Bu anlayışla idarə edilir. Çünki təhsilin idarə edilməsi tamamilə başqa anlayışdır.
Tamamilə başqa anlayışdır. Aydınmı? Sonra belə suallarınız varsa buyurun. Təşəkkür edirəm hər birinizə xoş sözlərə görə. Direktorlardan kimə şikayət edək, sual verirlər. Təbii ki, təhsil yerli idarəetmə orqanlarına, hər bir məktəb direktorunun fəaliyyətinə təhsil yerli idarəetmə orqanları nəzarət edirlər. Təhsil yerli idarəetmə orqanına şikayət edirsinizsə, bizim təhsil yerli idarəetmə orqanı, yəni regional təhsil idarələrində, Bakı şəhər təhsil idarəsi iflic vəziyyətdədir. Regional təhsil idarələrində təhsili, yəni həmin regionun təhsilini kifayət qədər bulanıq, anlaşılmaz vəziyyətdə normal idarə etməyə çalışan bizim regional təhsil idarələrimiz rəhbərləri az deyil. Regional təhsil idarələrinə müraciət edin. Təşəkkür edirəm hər birinizə. Suallarınız varsa buyurun. Müəllimlərin işə qəbulu ilə bağlı bilirsiniz ki, sənəd qəbulu başlayıb və gələn ildə MİQ ləğv olunacaq anlayışı şayiədir. Müəllimlərin işə qəbulu prosesi bilirsiniz 2011-ci ildə mərkəzləşdirilmiş qaydada həyata keçirilir və bu dövlət siyasətinin bir hissəsidir. Mən arzulayardım ki, müəllimlərin işə qəbulu, sertifikasiya, direktorların işə qəbulu, direktor müavinlərin işə, təhsildə bütün imtahanlar alınıb verilsin dövlət imtahan mərkəzinə. Və təhsildə işləyənləri də deyilsin ki, sizin işiniz, sizin vəzifəniz imtahan keçirtmək deyil. Sizin işiniz təhsil müəssisələrinə metodik kömək göstərmək lazımdır. Köməyi təşkil etmək lazımdır. Ona görə də təhsil sistemində bütün imtahanlar Elm və Təhsil Nazirliyindən, təhsilin üstündən, müddədən, regionallardan alınıb dövlət imtahan mərkəzinə verilməlidir. Dövlət imtahan mərkəzinin bütün regionlarda nümayəndəliyi var. Hətta əgər regional təhsil idarəsinə hansısa kadrlar lazımdırsa, bu kadrlar, yəni onların imtahanı, deyək ki, filan regional, Abşeron Xızı regional təhsil idarəsinin hansısa kadrlara ehtiyacı var. Buyursun, həmin region üzrə dövlət imtahan mərkəzinin regional bölməsi var. Bu onlar üçün ancaq keçilsin. Birmənalı şəkildə Elm və Təhsil Nazirliyi, Müttə və Təhsil İnstitutundan təhsil yerli idarə etmə orqanları, yəni Bakı şəhər təhsil idarəsi, regional təhsil idarəsindən imtahanlar alınmalıdır. Bütün imtahanları dövlət imtahan mərkəzi keçilməlidir. Dövlət imtahan mərkəzinin vəzifəsi, işi dövlətin yaratdığı publik hüquqi şəxsdir də, dövlət müəssisəsidir. Dövlət təşkilatıdır daha doğrusu. Və onun işi imtahanları keçirtməkdir. Təhsil qalı bir yanda Elm və Təhsil Naziri, Müttə, Təhsil İnstitutu ancaq imtahan keçirdirlər. Ancaq imtahan keçirdirlər. Və bu imtahanında maraq nədir? Siz də bilirsiniz, mən də bilirəm. Dərsdənkənar məşğələlərin keçirilməməsi, direktorun xitamı, dərsdənkənar məşğələlər keçirilmirsə maliyyə pozuntusudur, dayandırılmalıdır. Və təbii ki, indi artıq bilirsiniz, istər dərsdənkənar məşğələlər, istər dərnəklərlə bağlı, məktəb direktorları, direktor müavinləri artıq illik hesabat dövrüdür və ilin sonu ilə bağlı pedaqoji şurada bu hesabatlar dinlənilməlidir. Sertifikasiyanın keçirilməsi müəllim peşəkarlığının ölçülməsidir. Sertifikasiyanın keçirilməsi bütün təhsil sistemlərində var. Atestasiya və sertifikasiya.
3 ildən 5 ilə qədər olan müddətə keçirilir. Bəzi ölkələrin təhsil sistemində hər il üçün yəni bu müəllim peşəkarlığı yoxlanılır və sertifikasiya ləğv olunsun deyən müəllimlər bilirsiniz kimlərdir? Sertifikasiya o deyirlər ki, kurikulum ləğv olunsun. Həmin insanlardır. Sertifikasiya ləğv oluna bilməz. Sertifikasiya daha düzgün keçirilməlidir. Obyektiv keçirilməlidir. Və müəllim də bilməlidir ki, müəllimi imtahan eləmək olmaz anlayışı yoxdur. Müəllim bütün peşəkarları hazırlayan peşə sahəsidir. Və bütün peşəkarları hazırlayan peşədə çalışan şəxs peşəkarların peşəkarı olmalıdır. O baxımdan sertifikasiya ilə bağlı, sertifikasiyadan kəsilən yoldaşlar, keçə bilməyənlər, hazırlaşın. Sizi heç kim müəllim işləmək hüququndan məhrum etməyib. Müəllimlərin işə qəbul müsabiqəsi gəlir. Hansı müəllim də bilirsə ki, sertifikasiyadan kəsiləcək, versin miqə. Kəsilənlər verin miqə, ixtisasız üzrə vakansiya hər il 8 min, 10 min adam keçirilir. Keçməyən direktor müavini. Əvvəla direktor müavinlərini qeyri-qanuni olaraq sertifikasiya buraxmırlar. 0,5 stavka ilə tədris işləri üzrə direktor müavini keçirlər, 0,5 stavka ilə təşkilatçı müavini sertifikasiya buraxmırlar. Hansı məntiq, hansı ağıllandır, məlum deyil. İndi də Həzrəti Əmrullayev deyir ki, direktor müavinin imtahanlarında sertifikasiya balı nəzərə alınacaq. Yaxşı, bu işləyən direktor müavinləri niyə öz ixtisası üzrə sertifikasiya buraxmırsan? Səbəb nədir? Müəllimlərin bir stavka dərs yükünün 18 saatdan 12 saata salınması ehtimalı yoxdur. Belə bir şey gözləməyin. Aydındır mı? Demək, bu ehtimal yoxdur. Amma biz illərdir təklif edirik ki, müəllimlərin iş yükü, dərs yükünü stavka ilə yox, müəllim vəzifəyə keçsin. Yəni, onun vəzifəsinin içində 14 saat, 16 saat hər nə qədər müəyyən edilsin, o saatdan artığını deyən əlavə əmək haqqı alsın. Amma müəllimin 5 saat dərsi var, sən 5 saatin pulunu alacaqsan, bu anlayış da doğru deyil. Təhsil inkişaf etmiş bütün ölkələrdə, müəllim vəzifəsinə qəbul olunur. Deyək ki, müəllim vəzifəsinə qəbul olundu. 14 saatin, deyək ki, pulu ilə onun vəzifəsi hesablandı. Və yaxud da onun vəzifə maaşı verilir. O vəzifənin içərisində 14 saatda dərs deyəcək. Necə bizdə hərbi müəllim, çarşa qədər hazırlıq müəllimləri dərs deyir. Bundan artıq dərs deyəndə, və yaxud da 16 saat. Lap olsun 18 saat. Bundan artıq dərs deyəndə əmək haqqına əlavə olunur. Müəllim 5 saatla neynəsin, necə dolansın? İstiyamdan danışırsınız. Milyonlarla pul istiyamdan xərcləyirsiniz. Necə ola bilir ki? Kimya müəllimi, coğrafiya müəllimi, biologiya müəllimi ən az dərsi saati olan müəllimdir. Və nə ilə dolansın bu? Necə üzərində işləsin? Şəxsi inkişafına necə vəsait qoysun? Bax, bu məsələlər var. Son zəng ilə bağlı biz keçən yayımızların birində danışdıq. Son zəngə qadağan eləmək, son zəng təkcə 11-ci siniflər üçün deyil, təkrar edirəm, son zəng tədris ilinin son zəngidir. Sizdə bu tədbir 1920-ci ildən keçirilir. Məzun günü olsaydı birdən, onda qoy Həzrəti Əbdullayev əmr versin, son zəng gününün adını dəyişib qoysun məzun günü. Məzun günündə ancaq 11 və 9-cu sinif uşaqları iştirak eləsin, məzunlar iştirak eləsin. Bu məzun günü deyil, son zəng günüdür. Tədris ilinin sonunu bildirir. Məktəb bütün kollektiv iştirak eləməlidir. O ki, qaldı ki, hansısa məktəblərdə əlavə yeni tikdiriblər, o
Həmin uşaqlar inşallah tələbə olanda geyinərlər. Elə biabırçı geyimlər, fərqli yaşa uyğun olmayan, məktəb mühitinə uyğun olmayan geyimlərin qadağan edilməsi doğru addımdır. Belə, dəyərli həmkarlar. Təşəkkür edirəm hər birinizə qoşulduğunuz üçün. Bir qədər sonra video Tam TV Elşən Qafarov kanalına yüklənəcək YouTube'dan. Tam TV Elşən Qafarov kanalına. Və istər Facebook'dan, istər YouTube'dan videonu tam izləyə biləcəksiniz. Fikirlərinizi bildirin, rəy bölməsini yazın. Hər birinizə Aybən xanım yazır ki, son zəylə bağlı 2 saat olsun. Başlarını itiriblər. Başlarını itiriblər. Əvvəla son zəylə bağlı əmri nazir verməlidir. Agentliyin direktoru verməli deyil. Nazir əmr verməlidir. Agentliyin direktoru həmin əmrin icrasının yerinə yetirməsi mexanizmlə bağlı təlimatı məktubu imzalamalıdır. Həmin, yəni, nazirin müvafiq əmrinin yerinə yetirməsinə bağlı. Bu atır onun üstünə, o atır bunun üstünə. O atır bunun üstünə, bu atır onun üstünə. Təhsil düşüb xaos, labirintdədir. Belə, gecəniz xeyrə qalsın. Bizim bu şənbə görüşümüz olmayacaq. Növbəti, ayın 27-si 21:00-da burada sizinlə görüşəcək. Uğurlar hər birinizə.